Bəli, hava gözəldir. İnsan bu havada istəyir ki, bir gəzintiyə çıxsın, xüsusilə də Bakı bulvarına. Hava gözəldir və təbii ki, əməkdaşımız Vüsal da bugün bizə Bakı bulvarından gözəl görüntülər təqdim eləyəcək. Və eyni zamanda qeyd eləyək ki, bugün Bakı bulvarının 116 illiyi tamam olur. Və Bakı bulvarı səhərini necə açır? Bax, mən həmişə maraqlanmışam, çünki fürsət olmayıb ki, çoxumuz səhər gedək bulvarda gəzək, ancaq həftə sonra... Mən səhər gəzintilərə bəzən çıxıram, çox gözəl olur. Sevirsən. Və Vüsal Arifsoy orada olan əməkdaşlarla ümumiyyətlə söhbət edib. Eyni zamanda müəyyən bir müsahibələrdə soruşub ki, hansı yeniliklər olacaq bulvarda bu il, nə gözlənilir və şəhər sakinlərindən müsahibə dağılıb. Belə təklif edirik ki, Vüsal Arifsoy ilə bir bağlantımızı yaradaq. Sabahın xeyir olsun Vüsal, xoş eşitdik səni. İnanıram ki, sənin də əhval-ruhiyyən yaxşıdır, çünki Bakı bulvarındasan. Sabahınız xeyir olsun, könül sabahınız xeyir İskəndər. Sizi və bizi izləyən tamaşaçılarımızı Bakı bulvarından salamlayıq. Əslində bizim bugün burada olmağımız təsadüfü deyil. Çünki Bakı bulvarı bugün 116 yaşını qeyd edir. Qədim şərq və qərb memarlıq elementlərinin özündə birləşdirən Bakı bulvarı əslində çox belə mərhələli tarixi inkişaf yolu mövcuddur. Bakı bulvarı 116 ildir ki, Xəzərə və qonaqlarla qucaq açır. Eyni zamanda sahilin kənarında tikildiyi üçün o digər park və bulvarlardan fərqlənir və füsunkarlığı, qədimlik və müasirliyin vəhdəti bu bulvarı dünyanın ən gözəl bulvarlarından birini edir və təsadüfə deyil ki, elə bu gözəllik səbəbindən istənilən fəsildə, istənilən saatda biz burada yerli sakinləri, eyni zamanda paytaxt sakinlərindən yanaşı xarici qonaqları da görə bilərik. Bir sözlə, paytaxt Bakını burasız, buranın isə qonaqlarsız təsəvvür etmək mümkün deyil və buranın da qeyd etdiyim ki, tarixi olduqca qədimdir və burada sakinlər ən çox üz tutduğu məkanlardan biridir. Dənizkənar Milli Parkın keçdiyi tarixi inkişaf yolu haqqında bizə ətrafı məlumatı ilə birbaşa bağlantıda Dövlət Bayraq Muzeyinin direktoru Könül İmamberdiyeva məlumat verəcək. Sabahınız xeyir olsun, bayramınız mübarək olsun. Təşəkkür edirəm, xoş gəlmisiniz. Təşəkkür edirik. Buyurun, ətraf məlumat sizdən eşidək. Dənizkənarı Milli Parkın qədim istirahət güşəsinin məhz bu il 116 ili tamam olur. Bu illər ərzində böyük bir inkişaf yolu keçilir. Bakı şəhərini tərənnüm edərkən bulvarın adını çəkməmək qeyri-mümkündür. Bu iftixar hissi ilə, bulvarımız bugünkü gündə öz gözəlliyi ilə, baxımlığı ilə seçilir. Bakı şəhərinin tarixini, keçmişini, müasirliyini özündə əks etdirir. Burada şərqlə qərbin ahəngi duyulur. Bu məkan tarixi memarlıq baxımından böyük bir əhəmiyyətə malikdir və məhz bu əhəmiyyəti nəzərə alaraq vaxtı ikən ümummilli lider Heydər Əliyev Dənizkənarı bulvara Dənizkənar Milli Park statusu verilməsi haqqında 1998-ci ildə fərman imzalayır. Məhz bu fərmandan sonra Bakı bulvarımız yeni bir inkişaf mərhələsinə qədəm qoyur, dirçəlir. Burada müəssir iaşə xidmət obyektləri, atraksiyonlar, yeni bitkilər, güllər əkilir, inanılmaz dərəcədə siması dəyişir. Bugün bulvar doğrudan da ki öz gözəlliyi ilə, füsunkar gözəlliyi ilə hər bir gələn ziyarətçini valeh edir. Bulvarımızın genişləndirilməsi, inkişaf etdirilməsi ölkə başçımız və xüsusilə vurğulamaq istəyirdim ki, tarixi simasının qorunması ölkə başçımızın və Mehriban xanımın diqqəti və qayğısı sayəsində baş tutur və bu ərazi bilirsiniz ki, beynəlxalq mötəbər tədbirlər həyata keçirilir Bakı şəhərində. Burada aparılan abadlıq, quruculuq işləri sayəsində bulvarın ərazisi 16,7 kilometrə çatdırılır. Bu böyük bir rəqəmdir və bu bulvar doğrudan da ki, bu füsunkar gözəllik Bakımızın gözəlliyi rəmzidir və bu gözəlliyə sahib olan bulvarın məhz olması Bakı şəhərimizi dünyada mövcud olan müasir parklardan fərqləndirir. Bakı bulvarımızın bugünkü gündə gələcəkdə də inkişaf, yəni ki, planlı şəkildə genişləndirilməsi, mərhələ şəkildə genişləndirilməsi nəzərdə tutulur. Bilirsiniz ki, 2040-cı ildə Bakı şəhərinin inkişafına dair 5 planına əsasən bulvarımız iki istiqamətdə, cənub istiqamətində və şərq istiqamətində genişləndirəcək, 25 kilometrə qədər çatdırılacaq. Bu da oradan da ki, belə bir yaşıllıq sahəsinin salınması, bulvar şəklinə salınması olduqca böyük bir əhəmiyyət kəsb edir.
Günel xanım, bu necə hazırlaşır bulvar? Bulvar hər bir fəslə xüsusi olaraq hazırlaşır. Fəslə uyğun olaraq bulvarın yaranma günü çox gözəl bir fəslə təsadüf edir, yaz fəslinə və hər bir fəslə uyğun olaraq müxtəlif bitkilər, ağaclar, güllər əkilir. Bildiyiniz kimi gözəl güllərlə bəzədilib bu fəsildə də bulvar ənənəvi şəkildə olaraq bu dağ lalələri 18 növ 150 minə yaxın dağ laləsi əkilib. Bu doğrudan da ki, bulvarımıza xüsusi bir yaraşıq verir, gözəllik verir, gözəlliyinə gözəllik qatır. Bu dağ lalələrinin də olması mənə elə gəlir ki, hər bir gələn ziyarətçini sevindirir, daha da riqqətə, iftixar hissi ilə adı çəkilir. Təşəkkür edirik, bayramımız mübarək olsun deyirik. Bizim isə Bakı bulvarından çatdıracaqlarımızı bundan ibarət idi. Sözü yenidən sizə ötürürük. Təşəkkür edirik Vüsal, uğurlu gün arzulayırıq və əslində bu görüntülərə baxandan sonra deyirəm ki, İskəndər, efir bitən kimi dərhal bir Bakı bulvarına yollanmaq lazımdır. Çünki hava gözəldir və havanın da dadını maksimum çıxartmaq lazımdır. Bakı bulvarı bu il 116 yaşını qeyd edir. Molla Nəsrəddin jurnalı isə 119 yaşını